Bu suala qısa cavab olaraq demək olar ki, ilk öncə kurikuluma daxil olan bütün mövzular əhatə olunur. Ardından bir neçə spesifik mövzu üzərində durulur və paraleldə Desmos incəlikləri ilə bəzi problemlər necə daha tez həll edilir, bunlar öyrənilir. Gəlin, deyilənlə bağlı konkret bir nümunəyə birlikdə göz ataq. Normalda hər kəsin ağlına gələ biləcək həll prosesi təxmini belə olar. Kökaltı ifadəni yalnızlaşdırırıq. Tərəfləri kvadrata yüksəldirik ki, kökaltından qurtaraq. Nəhayət, tənliyi həll edib cavabları qeyd edirik. Bu hal əlbəttə ki, səhvdir və iki mühüm şeyə ehtiva etmir. 1. Kökaltı ifadə mənfi ola bilməz. 2. Funksiyanın qanununa əsasən bir inputa yalnız və yalnız bir output əldə etmək olar. Deyə, kökaltı ifadədən mənfi qiymət çıxa bilməz. Beləcə, tənliyin yalnız bir həlli olar. Desmosla isə bunu daha tez həll etmək olar. İlk öncə bərabərliyin hər iki tərəfini ayrı-ayrı funksiya olaraq daxil edirik və ardından funksiyaların qrafiklərinin kəsmə nöqtələrinə baxırıq. Burada bir kəsmə nöqtəsi olduğundan cavabımız yalnız 5 olur.